Seyran müəllim, 5 uşağınız var. Ha, bəli. Ümumiyyətlə, bugünkü gündə 5 övlada sahiblənmək bir hadisədir əslində. Və çox uşaqlılıq bir ənənə olaraq yavaş-yavaş tarixə qovuşur. Buna rəyiniz ola bilərmi, misal üçün? Bu yaxşı bir ənənədir, çox uşaqlılığın azalması, aradan çıxması, bir dəyər olaraq həyatınızda azalması, yoxsa bu problemli bir şeydir, narahat edir sizi yoxsa bu? Belədir ki, bu ümumiyyətlə Azərbaycanın 5 ənənələri içərisində, adətləri içərisində əgər 5-6 belə ələ gələni, lazımlısı varsa da bir də bu çox uşaqlılıqdır. Amma çox təəssüflər olsun ki, biz bu günləri bu ənənədən qıraq düşmüşük. Nəyi yaxşıdır ki, çox uşaqlılığı? Millətimiz artır da, bunun nəyi pislik? Millət artsın da çox olsun. Amma planet demografik partlayış qarşısındadır. Ki, partiyanda da partiyacaq. Resurslar çatmır insanlara. Çatır eyvallah, bax, bir əldə, bir 15-20 əldə toplananda bəşəriyyətin sərvəti əlbəttə çatmayacaq. Bax, o yerdən qazmaq lazımdır, o yerdən fikirləşmək lazımdır. Ta ki, məsələn... Bərabər paylanılmır. Bərabər, dərdə bu, mən elmi kommunizm dərsi keçmək istəmirəm. Amma hər halda bu bir böyük ədalətsizlikdir, ya. İndi məsələn, Bill Gates milyardlar qazanıb, düzdürmü? Amma bunu payla da. Az paylayır. Az paylayır ki, və sözün dedin ki, çatmır. Deməli, Bill Gates az paylayır bunu. İnsanlar çoxalır da. İnsanlar çoxalır, Bill Gates də tək deyil, milyarderlər də çoxalır. Düzdür, o da çoxdur, razıyam sizlə. Məntiqlə də indi. Bəs yaradıcı insan üçün ailənin yük olduğu bir məqam var, misal üçün, hardasa yaradıcılığa mane olan tərəfi. Heç yaradıcı insan üçün ailənin yük olmadığı dəqiq olur ki o. Yükdür demək. Yükdür də, bilsən nətər yükdür? Bu ilahi bir yükdür. Bu həmin adamı belə möhkəmləndirən bir yükdür. Adamı formada saxlayan bir yükdür. Adamı ucaldan yükdür. İşlədən bir yükdür. İşlədən yükdür. Adamı həmişə ayaqda saxlayan yükdür, amma yükdür də. Yəni biz hal-hazırda ailə dəyərlərinə qarşı çıxmırıq da, yoxsa? Nə barədir? Yəni yaradıcı insan ailə qurmasın demirik. Yox, qursun, onu kim deyə bilər? Axı yaradıcılıq xəsarət alır elə bil, zəifliyir, azalır, tempinə təsir etmir. O baxır o yaradıcının özünə. Ailənin o yaradıcının özünə olan münasibətinə. Və ümumiyyətlə mühitə bax. Onu necə formalaşdırmalarını ki, ailə düz münasibət göstərsin yaradıcı insana? Bax, bir tək adam işi deyil. Gərək mühit onu. Mühit ola, şərait ola, başa düşdür. Yoxsa durun mən deyim ki, mən özümə belə bir mühit formalaşdırmışam. Bu, üzr istəyirəm, başımdan çox böyük danışmaq. Fərddən asılı deyil, ailəsinin onun yaradıcılığına olan münasibəti? Biraz cüzi asılıdır. Cəmiyyət, məsələn, tutaq ki, belə danışaq da, ola bilər ki, ailədə kimsə başa düşmür ki, bunun atası nə ilə məşğuldur. Aha, bildinmi? yazıcıdır, bəstəkardır, məsələn. Deyək ki, nə bilim, atam mahnı yazır, mahnı oxuyandır, nə bilim nədir, şovmendir falandır. Amma həmişə belə olur, tarix bu, Azərbaycana aiddir bu, mən başqa millətlər deyənmərəm. Qonşunun dediyi daha keçərli olub həmişə. Qonşunun dediyi. Bu, həmən o atasının kim olduğunu bilməyən evlad, qonşu yerəsən bilsən, sənin atan nə böyük adamdır. Sən kimin oğlusan? Sən kimin oğlusan, özü biraz adam kimi apar falan. Onda klapanlar açılıb başlayır yavaş-yavaş adam olmağa doğru güya, düzlənməyə, baxıb düzlənməyə. Orada da var, sağa bax, düzlən. Başa düşdün, bax, elə bir komanda gəlir. Yəni, amma bir şey də var, yaradıcılıq həmişə imkan və varla qoşa addımlamır axı. Və tarix də bunu göstərir ki, ən möhtəşəm rəssamlar, ən möhtəşəm yazıçılar yoxsulluq yaşayıblar. Təbii. Və bunda da ailə qayğıları. Məsələ, bax, orada yük çıxır da meydana. Məsələn, sən bilirsən ki, Van Gogh dünyanın ən nəhəng rəssamlarından biridir. Çox sevirəm. Van Gogh əsərlərinin böyük əksəriyyəti sarı rənginə işdir. Bəli. Düzdürmü? O bəxtəvəriyyətən deyildi. Sarı rəng o vaxt ən ucuz rəngidir. Bilirəm. Heç onu da özünün almağa kişiliyi çatmırdı, qardaşı alırdı. Başa düşürsən. Bu taleydi. Bu yüzden bu belə bir taleydi ki, bax indi sən mətbuat adamsan, söz adamsan. Mən də mətbuatda da işləmişəm uzun bir 20 il. Jurnalda və qəzetdə. Bilirsən nətərdir? Bu, hər şeyi redaktə eləmək olar. Redaktə edilən bir anlayış olub. İndi yoxdur. İndi yoxdur. Amma Allah'ın yazdığı bir senari var. Seyran Səxavət adlı bir senari var.
Onu Seyranın ulu babası, atası, nəvələri, uşaqları yığışır. Ona bir cümlə əlavə eləyib, bir cümlə çıxartmaq olmaz. Mümkün deyil o. Mən sənə deyim, dünyanın əgər 10 nəfər bu istiqamətdə, bu marşrutda bəxtəvər adamı varsa, biri mənəm. O nədir? Mən çox zəngin adam olmuşam. Mən çox zəngin yaşamışam. İnanmıram ki, tək-tük adam bəlkə mənim kimi zəngin yaşaya. Zəngin deyəndə mən adamlarla ünsiyyət, adamların mənə münasibəti, mənim adamlara münasibətim və həmin o zənginlik də axırda getdi məni. Axırda yox da, yolun hardasa ortasında getdi, evə çıxartdım. Mən qaça-qaçadı. 2 kitabdan ibarət roman yazdım. Məndən keçən adamlar, mənim keçdiyim adamlar. O barədə mənim tayım bərabərim yoxdur. Mənə heç kəs çata bilməz. Allah məndən heç nəyi əsirgəməyib o barədə. Və bunu, Murad, mənim gözəl qardaşım, bunu heç kəs təşkil edə bilməz. Heç kəs. Bu belə alınmalıdır. Mən buna deyirəm ki, ta ki özümlə bağlı. Ay Seyran, sənin Allahın siyahısında səni öz gözümlə görmüşəm. Allahın sevdiyi adamlar siyahısı var bir dənə. Oradan elə bir siyahı var. İşte, orada mən adımı görmüşəm. Bak bu odur, buna şans demək olmasa. Şans odur ki, gelsən deyirsən, gelmə Allah alsın. Sədərək bazarında bir yaxşı kostyum düşsün alım. İstədiyin alım, bu şans. Bu hara, o hara. Bu daha qlobal bir şey. Bu daha qlobal yox, bu ilahi bir şeydir, bu səmavi bir şeydir. Belə bir rəy var ki, xalq əslində çox yaxşı xalqdır. Sadəcə olaraq ziyalısı fərasətsizdir. Murad, yəqin sən oğlum eşitmişsən ki, güzgü sınanda evə bədbəxtlik gəlir də, düzdürmü? Belə bir inanc var. Belə bir mifologiyada belə bir şey var, inanç var. Mən də hansısa intervyuların birində demişdim ki, güzgü sınanda ailəyə bədbəxtlik gəlir, ziyalı sınanda cəmiyyətə. Şeşdir. Çünki hamımız yaxamızı cırırıq, üzümüzü cırırıq ki, ailə də cəmiyyətin balaca bir formasıdırsa, əcəb onda soruşmaq istəyirəm. Güzgü sınanda ailəyə bədbəxtlik gəlirsə, cəmiyyətin güzgüsü olan ziyalı sınanda cəmiyyətə niyə bədbəxtlik gəlməsin? Təbii ki, gələcəkdir. Yəni, bu da bunun cavabı. Sınmayan qaldı. Sınmayan var. Elə əsl ziyalıda sınmayandır. Əslində ziyalılıq nədir? Ziyalılıq bir cümlə ilə. Dönməzlik. Yox, o da biraz belə yanaşmadır. Ziyalı nədir? Bax, belə loru dillə dəyişəm. Deyin. Qatığın rəngini dəqiq bilən adama böyük ziyalı deyirlər. Qutardı. Bu hamı üçün akademikə də çatır. Mənim bu sözüm düzdürmü? Bəli. Nə bilim, 5-ci sinif oxuyan uşaq olacaq. Qatığın rəngini dəqiq bilən adama, hə? Adam qatığın rəngini dəqiq bilən adama ziyalı deyilir. Bu Seyran Səxavətin ziyalı haqqında tərifidir. Seyran mənim, bir saniyə. Qatığın dəqiq rəngini bilmək məsələnin bir tərəfidir. Bilib də onu ifadə eləmək başqa tərəfidir. Çox dəqiq tutdun, öpürəm. Dilinə gətirmək də təbii. Demək də lazımdır. Bunu bilmək azdır. Bilmək hesatdır, deməsən əgər. Demək. O vacib nüans, vacib. Tutdun da sən də, səndən söz qaçırmaq olmur ki. Can. Son 150-200 ildə torpağını qarış-qarış, torba ilə, kamazla, daşına ikinci bir xalq görsən, bana zəng el o xalqın adını deyil, mən sənin əvəzindən Azərbaycan cəmaatından üzr istəyim. İşğalda çox ölkələr yaşayıb. Yox, işğal söhbət deyil. Son 200 ildə nə qədər verə-verə gəlmişik, biz birinci yerdəyik. İşğaldan söhbət etmir, əlbət ki. Ta ki, bir də biz öz xoşumuzla verməmişik axı, onun bir böyük güclər var idi, böyük dövlətlər var idi. Deməli, hələ bir cəmaatlıqdan, ümumiyyətlə, mənim fikrimi bilmək istəyirsənsə, Azərbaycan xalqı qədim xalq olduğu qədər də hələ həddi buluğa çatmamış xalqdır, bildin mi? Yeni yetmək. Nisaverşənlərlə deyir uluslar. Tam yetkin xalq ola bilməmişik. Yox, bilməmişik də bizimkilə. Biz çox qonaqpərvər adı ilə bizi hərifləyiblər, nə qədər. Nə bilim, belə... Siyasətimiz olmayıb. Milli şuur. Bizdə həmişə, mən bunu birinci dəfə sənə demirəm. Teleməkanın elə bir ikinci bucağı yoxdur ki, orada mən onu deməmiş olam, ya sahitlərdə. Bizim milli şuur sıfırdan bir balaca aşağıdır.
milli şuurumuz sıfırdan bir balaca aşağıdır. Milli şuuru da ortaya getiren, ortaya koyan, onu cilalayan, ona boy buxun veren, onu tənzimləyən milli şuuru nədir? Təhsil. Təhsil olmayandan sonra hansı milli şuurdan söhbət gedə bilər? Milli şuur olmayandan sonra hansı millidən söhbət gedə bilər? Millilikdən gedə bilər. Hansı millətdən nəticədə? Nəticədə millət özü də yoxa çıxar. O əlaqəni siz təsvir edə bilərsinizmi sözlə? Yəni təhsil milli şuuru necə formalaşdırır? Hansı formada formalaşdırır? Hansı üsullarla? Çox sadə bir şeydir burada. Təhsilli olandan sonra heç belə bunu xırdalamağa ehtiyac qalmır. Milli şuuru formalaşdırmaq üçün nə tədris olunmalıdır? Necə tədris olunmalıdır? Onu soruşuram. Dünya praktikası var, dünya təcrübəsi var. Milli şuur olmaq üçün 7-ci sinifin tarix kitabında yazmaq lazım diyor ki, Qarabağ Artsaqdır. Başa düşdü. İşitmirsən də sən? Bəli, yeni söhbət deyil, bəli. Yəni dünya səviyyəsində, dünya təcrübəsindən çıxış eləyərək, başa düşdü. Bəli. Kitab dərsliklər olmalıdır, müəllimlərin gözü ancaq uşaqlarda qalmalıdır. Uşağın cibində yox, ürəyinin dibində qalmalıdır, başa düşdü. Yəni çox şeylər var burada, bunu xırdalamağa mən bilən ehtiyac yox. Məsələn, milli şuur təhsildən asılıdırsa, o təhsilin rus dilli, ingilis dilli, fransız dilli və yaxud Azərbaycan dili olmasının milli şuura təsiri varmı? Mütləq. Əgər birinci növbədə Azərbaycan dili tədris olunursa, ondan sonra istəyirsən Avropanın bütün dilləri, İngilis, Alman, Fransız, İspan, nə bilim, nə istəyirsən. Öyrən. Onun o ilkinlik deyilən bir şey var, o ana südü kimi bir şeydir. İlkində nəyi qəbul eləmsənsə, yerdə qalan onun üstündə, elə ki ilkinlik bünövrədi, üstündə nə tikirsən tik sonra. Həm də belə bir deyim var, Murad sözün kəsirəm. Belə bir deyim var ki, əgər Murad, Arif 5 dil bilirsə, o bir adam deyil, o 5 adamdır. Bəli, var belə bir fikir. Bunun nəyi pisdir? Bu gözəldir. Amma biz burada da yenə tənzimləyə bilmirik. Bəzən görsən... Miqdarını, qədərini... Bəli, qədərini bilmirik biz. Və biz indiyənə qədər əcəba nəyin qədərini bilmişik ki, bunun da qədərini. Dolayısıyla Seyran Səxavət də Rus bölmələrinin bağlanmasına tərəfdardır. Xeyr, mən qətiyyən tərəfdardır. Amma uşaq misal üçün ilk yazdığı kəlmə ana yox, mamadırsa, deyirsiniz ki, bu şuura təsir edir axı? Yox, o mama yazan uşaq ananın əvəzinə, mən demişəm, hələ 88-ci ildə, onda sən vardın. Var idim. Görməmişəm səni. Deməli, 88-ci ildə demişəm ki, öz dilini bilməyən Azərbaycanlıları mən emigrant hesab edirəm. Məntiqlidir. Ana televiziyasında, bəli. Ana televiziyasında. Ona görə də... Başınız çox ağrıyar onda. O illər bunu deməyə Baş görə. ağrıyanda bilirsən ki, sənin də başın varmış. Allah sana şükür. Milli şuurun totemi nədir və simvolu kimdir? Azərbaycanda. Bəli. Valla 2 nəfərin adını çəkə bilərəm. Yəni son mən ağlım kəsən vaxtlardan, oxuduğum vaxtlardan. Milli şuurun simvolu Azərbaycan üçün. Hacı Zeynalabdin Tağıyev və Ceyhun Hacıbəyev. Bir gün tələbəyə töhmət yazıldı. Yazdılar bir dərsi pozduğu üçün. Fikirlər beynimdən yenə sızıldı. Eşidin dərdimi 2 gün, 3 gün. Mənim kamanımda, sədəfli sazda, tarda töhmətləri simlər öyrədib. Canlı insanlara cansız kağızda bəs töhmət yazmağı kimlər öyrədib? Bilmirəm ha qardaş, necə işdir. Gərək biz hay salaq bütün cahana. Töhmət dedim, yadıma düşdü. Araz da töhmətdir Azərbaycana. Dağlar zirvəsindən qopub elə bir. Yollar bağlanıbdır, gələ bilmirəm. Töhmət qeyrətimə qopub elə bir. Necə yazıb varsa silə bilmirəm. Yağılar töhməti yazıb, göndərib. Babam hansı səmtə yozub görəsən. Bəs mənim xalqıma kim töhmət verib? Xalqım hansı dərsi pozub görəsən?
Ədəbiyyatın missiyası olurmu? Ümumiyyətlə məqsədsiz yazmaq mümkündür. Nəsə Yox. yazırsan, amma məqsədin yoxdur onu Yox, yazmaqda. şəxsən mən məqsədsiz yazmışam həmişə. Sana qəribə gələ bilər. Bu mənim içimdə, varlığımda, bütün canımda, qanımda bir yük olur. Heç kəs də yüklə gəzmək istəmir axı. Elə Hə, deyil. hə. Məsələn, sən gəlirsən bir restorana, əlində çamadan. Bəli. Çamadanı aparsan, get otursan, oturduğun stolun yanına qoyursan. Üzüşdürüm, getsən əlini yumağa sanuz elə. Bəli. Özün onu aparsan. Həm qayıdırsan özünlə get. Bax, mən Azad çox- olmaq istəyir. Azad olmaq. Burada yer gəlib qadan alın, bir söz də deyim. Deməli, bəzi elə musiqiçilərdə, xanəndələrdə, nə bilim, yazıçılarda, görsən dillərinə gətirir ki, mən 50 ildir xalqıma xidmət edirəm. Tutaq ki, məsələn, xanəndə deyir. Bəli, bəli, bəli. Tez deyirlər. Ay qırışmal, sən nə xalqa təmənnası xidmət edəmsən? Gedib cəmadın toyunu oxumusan, pulunu alıb qoy cimana çıxıb getmirsən də. Yazıçılar da deyir. Ay yazıcı, sən nə xalqa xidmət edəmsən? Yazmısan, atsan qazanmısan, şöhrət qazanmısan və o atsanın, o şöhrətin, o hörmətin, o izzətin də çörəyini yemisən. Nə bilim, Faydasını görmüsən. faydasını görmüsən. Yəni heç kəs bu yazıq xalq Millətə minnət eləməsin. minnət qoymasın heç kəs ki, mən 50 ildir xalqıma xidmət edirəm. Xanəndə deyilir. Tamam, amma ədəbiyyatın bir ideologiyası da olmalıdır. Sən yazdığın nəsə dəyişir, haralarasa gedir, çıxır. Gedir çıxır təbii. Amma bilsən, Siz bunu yazanda fikirləşməmisiniz. mən heç vaxt, mən bilsən nə vaxt yazmışam Muracıq. Deməli, o vaxt ki, görəndə ki, mən dolmuşam, evdə də başlayıram onu bunu iynələməyə, açığı dənə. Bəli. Arvad da xəşətə bələddir, deyir, sənət verirəm Allaha. Hara istəyirsən, get. Götür kitabımı, yazılarımı, qələmimi, bağa get misal üçün. Arxayında ol, telefonu da söndür, uşaqlarından nairən qalma. Yəni bu belə bir... Hiss edir ki, əsər yaranmalıdır, hə? Hə, bəli. Bəs nə, özdə ay Allah, ay Allah. Elə ağır gedirsən ki, belə ayaqların da o Qoç Əhmədlər demişkən, adamın dalıncan gəlmir ayaqları, yorğun görkürsən. Amma sən onu yazıb qutarın sonra elə bilsən ki, bax Murad, belə eləsən, qanad çalsan. Uçub ən uca dağın zirvəsinə qona bilərsən, o qədər yüngülləşirsən. Ən ağırı hansı idi? Ağır həyata gələn. Ən ağırı hamısı yüngül olmuş. Doğmağın hamısı Balaca fərqli ola bilər axı. qeyri-mümkündür. Mütəmadi olaraq müsahibələrində gənc yazarlar dövlətdən dəstək istəyir. Bizə şərait yaratsınlar, bizə imkan versinlər, bizə dəstək göstərsinlər. Digər tərəfdən fikirləşirəm ki, əgər bir qurum kiməsə dəstək edirsə, demək hardasa onun üzərində hökmü də yaranır. Onun yazısında, onun ideyasında, onun məqsədlərində. Siz yazıçıya dəstək ifadəsini hansı formada qəbul edirsiniz ki, dəstək belə olmalıdır? Mən SSR vaxtının adamıyam, özüm də SSR Yazıçılar İttifaqının üzvü idim. Və o vaxt bizə çox yaxşı baxırdılar, gərək düzün dərsən də. Biz də onları vuran əli idik də, ideoloji cəhətdən. Bizə çox yaxşı baxırdılar. Məsələn, 34 manata bir ay gedib Moskva altında Peredelkinada SSR Yazıçılar İttifaqının yaradıcılıq evində biz qala bilirdik. Bəli. Əgər 2-ci, 3-cü, 4-cü, 14-cü ayda qala bilərdin. Qalırsansa, o əlavə üstünə 2 manat gəlirdi. Bildinmi? O başqa bir şeydi. Amma dünya ilə müqayisədə götürəndə və mənim indiki mövqeyimdə fikirləşəndə sənin sualıma cavab verməyə belə deyərdim ki, mən istəmərəm heç vaxt ki, yazıcı, yaradıcı adamlar dövlətin əlinə baxsın. Sən demişkən, mütləq sən mənə nəsə eləyəndən sonra adamın üzü gəlmir də keçsin. Amma bu da insani. Bax, sən mənim maddiyyatımla məni vurmarsan, yox? İnsani bir şeydir. Amma bunun həmişə, qardaş, bunun da böyük, mükəmməl bir təcrübə var burada, yəni burada da təcrübə var. Milli burjuaziya yaranmalıdır, başa düşdün? Milli burjuaziya, məsələn, keçən əsrin əvvəllərində Hacı Nəbdün Tağıyev nələr eləyir? Bəli. Qrup yaradıb və nələr eləməyib millət üçün. Millətin atası olub, millətə atalıq edib, millətə yiyə durub ki, bu mənimdir, nə lazımdır. Və o milli burjuaziyanın
Tağıyev də elədiyini heç vaxt nə geri almaz, nə də heç vaxt Başına xalqın vurmaz. başına qaxınc eləməz. Yəni başa düşdün, qaxınc eləməz də üzünə vurmaz ki, mən sana belə eləmişəm. Bəli. o da Deməli dəstəyi hansı formada siz qəbul dəstək edirsiniz? Ancaq milli burjuaziya formasında. Yəni Milli burjuaziya olsun, Tağıyevlər, Nağıyevlər, xeyriyyəçilər olsun. Şəmsi Əsədullayevlər olsun və onlar da öz mədəniyyətinə, öz maarifinə xidmət eləsin, dəstəkləsin. Motivə müdaxilə etmədən Əlbət ki, yox bir daha mənə sən pul ver, mənə dedin ki, sən bunu belə yazarsan, o qeyri-mümkün şey. sizə həyatınızda dəstək olanlar olubmu? Yaxud belə inanılmaz böyük hədiyyələr edən olubmu? Hə, bir dəfə mənə böyük hədiyyə olub və heç vaxt gözləməzdim. Amma qalan mənim deməli maddi cəhətdən mən heç kəsə müraciət eləməmişəm. Və baxmayaraq ki, mən həmişə onun tərəfdarı olmuşam ki, adam olduğu kimi görünməlidir. Bəli. Belə momentlərdə mən biraz olmadığım kimi görünmüşəm. Yəni acamsa, cimdə bir manatım varsa, Murad Ariflə elə salamlaşmışam ki, Murad elə bir cimdə bir 100 min dollar var. Bəli. Mən elə bilmişəm də düz. Başa düşdüm. 60 illiyimdə mənim dostlarım çoxdur. Özdə sana dost eləmək, böyük kişilər. Vəzifəli insanlar, məmurlar, şirkət rəhbərləri. Yox. İçində mənim 60 illiyimdəki dostlarım ki gəlmişdi. Hamısına deyirdim, özlərine deyirdim. Deyirdim ki, elə sonra başqalarından tanış eləyirdim. Deyirdim, tanış ol. Eks nazir falan, eks prokuror falan. Hamısı məndə ekslər idi. Ekslər başa düşdün. Deməli, böyük bir, mənim 60 illiyimə bir 3-4 ay qalmış Murad. Böyük bir marafon başladı. Hədiyyə marafonu? Yox, yumaq. Aha, məclis marafonu. Məclis marafonu hər gün. Bəli. Deməli, mən 23 martda anadan olmuşam. 22 martda orada mənim Naxçıvanlılar yürür. Naxçıvanlıların günüdür. Onlar qeyd edir. O da o vaxt elə mənim bu, yəni çoxdan tanıdığım Naxçıvan uşaqlardır. Yəni mən yaşlı olanlar da başa düşdün. Birdən o məclisin gür yerində mənə bir zəng gəldi. Seyran müəllimdir, bəli, salam. Seyran müəllim, sizə bir hədiyyə var. Sabah gəlin də Hyundai firmasına. Mən belə diri danışdığıma bax, mən heç çox vaxt bilmərəm bu maşın zad, nömrə zad nədir, nə bilim bu. Mən də, Allah haqqı, hə. Var elə insanlar, inanıram. Dedim bala, zad elə o hədiyyəni götür özün, mənə lazım deyil. Çünki bir həftə ondan qabaq bir qız məni buraya yığılmışdı ki, Azərseldən sizə hədiyyə var. Dedim, bala götür özü, axır getdim gördüm bir çaşqadır. Aha. Taksi tut get falan. Dedim, bir 10 dəqiqədən sonra belə zəng gəldi, açmışam, bir məclisin o qaymaq vaxtıdır. Bəli. Böyle bir de Seyran müəllim, sənlə bir dəqiqə bağışlayın, mən bayaq ki oğlanam sizin, bəlkə də nəvəniz yerindəyəm. Bəs siz gəlməsəniz məni işdən çıxardarlar. Dedim, hara gəlməliyəm falan yerə. Dedim, gələrəm, belə başımdan elədim. Sonra o şimdi nəysə, Səhər Mikail Mirzə mənim qonşumudur. Bir etajda bir kat. Gördüm o bərkdən danışır həyətdə. Səs gür. Hislendim, dedim, çık benim, biraz yavaş da, ya bala, bura, aksın öyle, biraz yavaş. Mikail Mirzəyə. Bir de gördüm bir maşın keçti, Azad adlı olan değil, heykeltıraş. Dedim, birden dünyanın üşüdü. Gittim reisin yanına, beni çağırıp, Karaca, bana bir tane Hyundai Sonata, koşunlu salon falan, mebelli falan. Ya dedim, bunu kardeş kim var? Orada təfərrüatlar çoxdur, mən danışmıram. Bildiniz kim bağışlayıb? Qulaq da, deməli, dedi, o oğlan uşaq. Dedim, buraya gün dedim, qaqa çox sağ ol, mənim başım. Dedi, mən üstə zəng eləyən oğlanım, mənim elə pulum nəzir. Prosto bana deyiblər, get, bir kişi gələcək, onun adından maşına falan deyirlər. Dedim, o eşq olsun o kişiyə. Əsil kişi o da, kimdir? Dedim, bana deyiblər, heç nə deməsən, get işini gör. Təxminən 8 ay bu anonim qaldı. Bunu mənə bağışlayan, mənlə cəmsi 2 dəfə görüşüb təmasda olan bir ləzgi oğlandı adda Turaldı, Qusardan. İş adamıymışdı. İş adamıdır. O zadda Xanты-Mantinski'dən belə bir yer var. Bəli. Orada bu nöyüslə çıxardır. Halal olsun. Halal olsun o düşüncəyə ki, yazıçıya bunu edir yəni. O vaxtda mənim
Bak bu temiz şeydi, süre. O vakti benim Drujba Narodov jurnalında Moskva'da bir hikayem çıkmıştı. Sabah intervyu, İtler intervyu almışım. Bəli. Bak o okuyup benimle de 2 defa görüşüp cəmisi bir defa bir gece səhərəcən vurmuşuq. Karoçı bak belə bir mahaydi olam. Ama ne eylemişemse indiyene kadar kitaplarım, romanlarım çap olur falan. İngiliz, Fars, Rus, Alman, Fransız, ne bileyim kardeş, Ukrayna, Rus, bütün de demiyorlar ortada olan o yekehana dillerin hamısına tercüme olur benim mesela. Hamısı da özüm eləmişəm. Yani Və hamısı da dolandırıb, yəni ben satışla. umacağım olmuyor, başa düştüm. Aydındır. Umacağım olmuyor. Ben şahın vaxtında cemaat işi Yevlağa gedəmirdi, Yevlağa. Bəli. Yevlağı tanımırdım. Ben şahın vaxtında gedib 2 İranda tərcümə işləmişəm Yevlağa. 2 il İranda 74-dən 76-ya kimi. Ay sağ ol, eşq olsun. Serhan müəllim, yaxşı yaşamağa can atmaq göy adamını yer adamı eləmir. Göy adamını yer adamına çevirmir. Sen düz değilsen, yer adamına yok, çevirir düz değilsen. Göy adamını yere çırpır. Ümmətcə, ayrı adamlar var da çok normal yaşıyorlar. Sen dediğin kimi o yerden göğe çırpılan adam da değil. Ha. Göyden yere daha doğrusu. Böyle esil ziyalı kimi. Yani özü yoxu başa düşən. Ondan sonra taleyle gani olan yaxşı mənada. Qani olan, aha. Taleyle, Vacib sözdür. taleyle golboğun olan, yaxın olan, taleyle sirdaş olan. Bəli. Olanda vallahi her şey vacip diyor ki senin milyonların olsun. Vallahi vacip diyor. Bu yakınlarda bir geçmiş ya bir tanışa rast geldim. Komünist gazetinde zaten eşliği bak. Bir keçen yıl vardı. Lifte gördüm kabirden. Gelip demiş nahalnem streç. Diyor hemen etersen gayet çok pisem. 70 yaşım, 72 geçim. Aha. Ben de dedim Allah senin bundan da pis günlere koysun. Niyə elə dediniz? Ona göre dedim ki bu naşükür adamdı. Bu sabah seni mən də tapdalayar. Allah sana imkan yaradı. Şans verip 70 neçə il yaşamısan. Dedim ona, dedi maniye belə deyirsən. Dedim gerek sen 20 yaşında öyleydin. Anam, bacın, üzün gözün cireydi ki nakam kardeşim. Onda sen derdin yaxşıya. Ya 70 il yaşamısan, komünist gazetesinde işlemişsen, rüşvetleri şey vaxtında almışsan, ne bileyim şərait kurmuşsan özünə pisdən yaxşılığında. Niye sen pissən? Deməli senin gözün doymur. Senin basıp gözünün ikisini bir deşikten çıkartmak lazım. Serhan müəllim, yaşad olmaq rəhmətdir, mükafatdır sizə görə. Büyük mükafatlı kadın. Alıp o belki şans dedin ha. Bak bu şanstır. Yani yaşamısan da. Düz değil ve ben her çok yaşayanla da ben can bir qalb ola bilmərəm. O təbii başka şeydir. Adam var 20 il yaşayıb. Ben bak deyirəm ki ben Allah mən həmişə siyasında olmuşam. İnanırsan ben uşaq vaxtı yani yeni etmə vaxtı. Mesela 16 yaşım olanda 34, 35, 40 yaşında adamlarla oturtmuşam. Şimdi yaşlaşmışam. Senin gibi cavanla oturturam. Bir evde soruşlar ki bu ne diye, bu ne düsturdu. O düstura da ben reaksiya verdim. Böyle bir şey dedim. Bəli, düsturdu. Benim var 70 yaşım. Murad'ın da var 25 yaşı. İkisi bir evde neşeliyir 95. Evet. 95'i yarı dedem Hakim neşeliydi. 47 falan. İnan ki o doğrudan bende eyledi. O ruhun yaşıdır aslında. Bu kalender yaş, bu ne bileyim zaksın yaşı, bu mitrika deyirlər. Doğum haqqında. Doğum şəhadətnaməsi. Bunlar hamısı falşdı. Bunlar yalan. Yoxdur rəqəmlər, hə? Yoxdur. Yok boş şeydi. Esas ruh. Ruhun yaş. Bak sen ben görsen Muradcık. Bəli. Bu seyran değil. Seyran hiç bak sen seyranı göremezsen. Bu seyranın... Daşıdığınız qabıqdır. Qabıqdır. Tara deyirlər. Aha, Üstə bəli, qabdır. Mən qabam. Qabım. Bəli. Ruhu da sen göremezsen bildin mi? Bu qabın bir dənə müqəddəs borcu oldu ki o qabı görəndə sen bilirsən ki bunun içindeki seyran səxavətdir. Bak qabın müqəddəs misyası bundan ibarət. Bəs yaşamın müqəddəs missiyası nədir? O qabın, onun içindəki tutumunun axırı məqsədi nədir, məramı nədir? Burada məqsəd olmur ha. Sana bir söz deyim. Deməli bir dəfə bir söz demiştim. Özümdən istət gətsəm olar. Əlbəttə ki. Mesela kızıştım dedim kimese. Dedim ha. Dediler ki insanın en böyle en asan nedir, en çetin nedir?
Dedim en asan odur ki dünyaya gelirsen. Senin burada hiçbir yolun yoktur. Düzdür. Təbii də, sənin seçimin də deyil. Və özü adi həqiqətdir. Sadəcə mən bu həqiqəti kəşf eləməmişəm. Adamların yadına salıram. Verilmiş bir situasiyadır da sən seçmirsən, bəli. Və ən çətini də dünyadan getməkdir. Ona görə yox ki, ölümdən qorxsan. Yaşayırsan, öz savadın, öz səviyyən, öz genetik kodun, Aha. əhatəsində, Seçdiyin həyat tərzi. həyatın dadın, ləzzətin bilirsən Aha. və ondan ayrılmaq istəmirsən. Çətinlik odur. Əslində qalanda isə ölmək çox insan həyatında iki dənə şərəfli an olur. Bir doğulmaq, bir ölmək. Onun ikisinin arasında olan şeyə ömür deyirlər. Ki onu biz yaşayırıq. Murad müəllim. Bəs ruhun məqsədi, məramı varmı bu dünyada? O məqsəd məramı yığışdırmaq lazımdır. Bir dəfə deyəsən şeydən soruşdular. Mənim çox sevdiyim Gürcü rejissoru Daneliyadan ki, Georgi Daneliya. hə, Georgi Daneliyadan soruşdular ki, bəs Georgi Nayeviç, siz nə bir nəyə qarşı mübarizə aparırsınız həyatınızda? Dedi, zaçem ya должен baloться? Mən niyə mübarizə aparmalıyam? Mən elə yaşayıram da. Onun içində də hər şey gedir ha. Tutaq ki, ondan soruşdular, qatıq nərəkdir, dərcəyə ağabbaq. İndi bu nə dedim? Ehtiyac görmür mübarizə. Yəni ruhun məqsədini soruşurdum. Dünyaya gəlməkdə məqsədi nədir? Sana bir şey diyeyim, o məqsəd ortalığa gələn kimi bütün aləm qarışır bir-birinə. Bilsən, məqsəd həm də Allahın verdiyi o həyatı elə bir balaca həm də təhqir edən şeydir. Elə bir balaca ondan zarafatlaşan, onu əla salan, onu aşağılayan bir şeydir. Nə məqsəd? Yaşa da. Allahla Allahlıq etmək kimi bir şeydir. Bəli, elə bir ki, mən mütə adam deyiləm. Ha, mən əstəğfurullah, Allah'a qurban olum, onun haqqında fikirlərim var. Deyirsiniz gəlizləşdirməyin də, hə? Hadi yox, gəl, sadə, sadəlik, məqsəd və məram, yox bir plan. Amma mən sizin əsərlərinizi oxuyanda əksinə sadəlik deyil də düşüncələrə qərq oluram. Nələrsə məni düşündürür. Misal üçün belə bir ifadəniz var ki, dünya Allahın Çin olmuş yuxusudur. Bəli. Mənə birinci maraqlıdır ki, Seyran müəllim o yuxunu xeyrə mi yozur, şərə mi yozur? Burada ancaq xeyirdir çünki orada sən dediyin kimi dünya Allahın Çin olmuş yuxusudur. Mənə belə gəlir ki, bu dünya o qədər qəlizdir ki, dünyadan da ancaq yer kürəsini götürmə. Bəli, bəli. Galaktikalar. Cahan. Cahan da deyil, cahan balacadır o. Ama neçə milyard galaktika var sən Bütün, bilirsən. bəli. Və o məsələn tutaq ki orada, bax indi biz maşında, bax gedirik eləmdə də. Bəli. Galaktikada ulduzlar, səyyarələrin hərəkəti var. Onlar milyard ildir hərəkətdədir. Hələ biri öbürsündən toqquşmayıb. Bizdə gündə Nizam. Bəli. Bində axşam indi xəbərlərdə deyirlər ki, neçə maşın toqquşub, neçəsə. Görün bu nə yaradıb da. Hələ mən onun güclü bir tərəfini dedim. Mükəmməl bir yaradılışdır. Bax bu dünya yaxşı mənada, gözəllik mənasında o qədər qəlizdir ki, yaxşı mənada. Bunu Allah yəqin ki, əvvəlcə yuxusunda görüb. Sonra onu yaradıb Çin olub, başa düşdün. Yoxsa birbaşa belə şey yaratmaq qeyri-mümkündür. Mən Allah'a şübhə eləmirəm, astagfirullah. İndi bəzilər deyir ki, ol. Nə bilim, bəlkə elə bir düymə var, basırsan hər şey olur. Amma mən biraz realist adamam da, real. Bax, maşını əlimi vurdu, bu maşındır. Yoxsa maşın var, 4 təkər olur, adam aparır, o mənim üçün qəbul olunmaz şeydir. Əlimi vurmasam, xeyir yoxdur. Cəhənnəmdən danışaq biraz. Danışaq. Cəhənnəmdən bura 5 dəqiqəlik yoldur. Bizə ən yaxın məmləkət sizinkidir. Yer üzündəki ölkələrin içində ancaq sizinlə həmsərhədik. Bunu cəhənnəmin elçisi deyir. Seyran müəllim, niyə biz? Haydi ne var, sen laf. Yəqin nələri sən nəzərə alırıq da. Hamının bildiyi şeyləri mən təzdən dilimə gətirmək istəmirəm. Sən də bildiyin şeyləri, düz deyilsən, mən sana deyəmərəm ki, bildiyin şeyi niyə məndən soruşsan, amma verilişi də bu cəmaat üçündür, bu televiziyadır. Onu da mən başa düşürəm. Nəysə o əsər yazılanda mənə elə gəlib ki, məhz biz. Yəni bizim insanımız daha dözülməz və şiddətlidir. Ona görə bu məmləkət cəhənnəmə daha yaxındır.
anlamaq istəyirəm sadəcə olaraq, yəni acizanə. Sən ürəyim gəlmir ki, elə də deyəm. Bax, bu sənin sualın cavabı budur ki, bax o ikisinin arasındayım. Oradan belə də çönə bilərəm, belə də. İndi bax, bu saat biz burada söhbət edədiyimiz yerdə sərhəddə vəziyyət çox-çox gərginləşir. Qarabağ müharibəsindən. Sonra mən bu Azərbaycan cəmaatı sözünü Azərbaycan xalqı ilə əvəz eləməyə söz verirəm. O nəticələrimiz çox hazır olacaq. Bu böyük məsələdir və sənin sualın da onun içində gedir. Və ümumiyyətlə bir şey var, o yazılanı təhlil etmək hardasa çox naşükür bir əməldir, mənasız bir əməldir. Hər şey deyilib də əslində, hə? Hər öz payını götürür öz qabı ilə. Ay sağ ol. Ümumiyyətlə mən həmişə deyirəm ki, tutaq ki, yazıçının haqqında danışmaq lazım deyil. Yazıçını götürüb oxumaq lazım da kişi. Yazıcı özü haqqında, o yazıcı haqqında ən yaxşı sözü yazıcının özü deyir əsərləri ilə. Sən nə deyəsən, uzaq başlı deyəsən ki, yaxşı yazıcıdır, yaxşı kişidir, çəkməni sağlar. Bunlar Allah o tərəfə deyir. Bəs yanlış anlaşılma heç narahat eləmir sizi? Məni heç vaxt. Baxırsınız ki, 100 nəfər adam bu kitabı oxuyur, onlardan ikisi çox səhv yerə gediblər, ha. Çox səhv yerə gedib çıxıblar. Bu bir epizod deyim də. Sosial şəbəkədə yazdım ki, növbəti qonağım Seyran Səxavətdir. Çox böyük rəğbət, çox böyük hörmət, gözəl dəyərli sözlərə rast gəldim. Belə bir dənə ifadə də var idi. Belə bir status var idi ki, katib əsəri var idi. Bu Əbdürrəhman Vəzirovla bağlı bir əsər idi. Onun sifarişi kimi də görünürdü. Seyran Səxavət buna bir açıqlama verə bilərmi? Bax, o yanlış anlaşılmadan gəlirəm bu suala. Katib əsərinin Əbdürrəhman Vəzirovla əlaqəsi varmı? Əvvəla mənim katib adlı əsərim yoxdur. Onda sualı çıxaraq deməyin. Yox, çıxartma. Qoqalsın. Amma bilirəm mən nədən gedir söhbət. Söhbət Azərbaycan Milli Akademik Dram Teatrında gedən Seyran Səxavətin Qızıl Teş piyesindən gedir. Aha. Qızıl Teş. Orada oynayırdı Yaşar Nuri, Kemal Xudaverdiyev, Məhlika Sadıqova, Şükrə Yusifova, Ələskər və s. O əsər povest yazılıb əvvəl, sonra akademik teatrın xahişi ilə Həsən Turabovun və Tofiq Bayramın xahişi ilə mən onu piyes eləmişim. Bildim Murat? Bəli. Və o 85-də yazılıb, 86-da çap olunub. O komünist rejimin o zınqırovlu vaxtı. Bəli. Qılıncın dalını qabağını kəsən vaxtı və komünist rejimin əleyhinə yazılıb. Sonra bunu bizim Azərbaycanda bunu başladılar siyasiləşdirməyə. Axı bizdə xoş deyirlər, görəsən filan əsərdə müəllif kimi nəzərdə tutur. Əsər qalıb bu tərəfdə. Bəli, bəli. O ruslar lübafı istifadə edir. Ağa çox zaman da nəzərdə tutulur Seyran müəllim. O da havadan götürülmür də, o düşüncə də yox. Bəzən nəzərdə tutulurlar kimisə. Tutulurlar əlbət ki. Amma bu mənə aid deyil də. Niyə mənə aid deyil? Və o əsər mən kimə qarşı yazmışam? O əsəri şəxsən mən heç kimə qarşı yazmamışam. Çünki mən feletonçu deyiləm. Feleton yazanda kimə qarşısa yazırsan, bu bir. Və mən o əsəri komünist rejiminin əleyhinə yazmışam. O komünist rejimini ki, Azərbaycan Xalq Cümhuriyyətini beşiyindəcə boğdu. Bəli. Da belə hər şeyi xırdalığına getmirəm. O komünist rejiminin əleyhinə yazmışam. Qızıl Teşdi, o oxucunun dediyi kimi katib əsərini. Bəli. O komünist rejiminin əleyhinə yazmışam ki, mənim xalqımın başına 37-ci il faciəsini gətirib. O komünist rejiminin əleyhinə yazmışam ki, gələk bu yaxın keçmişə. Mənim xalqımın başına 20 yanvar faciəsini gətirib. Bəli. O komünist rejimin əleyhinə yazmışam ki, mənim xalqımın başına Xocalı faciəsini gətirib və s. min dənə şey. Mən bu rejimin əleyhinə yazmışam. O görkür kimdirsə. Maraqlı insandır. Maraqlı insandır. O görkür, indi mən bunu sana deyirəm, heç nədən qorxmam, belə verə də bilərsən, bax da yəni özün. O kimsə, yəqin o tərəflərdəndir, bildin? Hə. Bu iqtidara ləbbey deyənlərdəndir. Sizin fəaliyyətinizi siyasiləşdirmək istəyən. Siyasiləşdirmək istəyənlərdir. Necə bu rüşvəti ölkədən yığışdırmaq olar? Qoy deyim sana.
bugünkü halda bunu versen olar. İndi sual güzeldi. Pis sual yoktu, pis cevap var. İndiki halda rüşvetin kökünü bu ülkede kesmek, elə bir Azərbaycan xalqının kökünü kesmek gibi bir şeydi. Rüşvəti kəsmək? Bəli, rüşvetin kökünü kesmek. Bugün xalqın kökünü kesmek demektir. Yani o kadar o bu. Mən anlayamam, rüşvəti kəsmək yaxşı şeydir, xalqın kökünü kəsmək pis şeydir. Yox, bu aslında mesela deyim de artık xalq elə özü həm də rüşvet deməkdir, o mənada. O qədər O tamamlanmışıq. qədər belə girib ki, o mənim hansısa bir əsərimdə Həll belə bir şey, olunub. bir də hansısa əsərimdə belə bir şey var Muradi. Deyir ki, məsələn mən hesab edirəm ki, müsəlmanları və birinci yerdə Azərbaycanlıları bədbəxt edən bir neçə şeyler var. Yani burada demək olmur, en birinci, burada elə bütün o ziyana işleyen detalların hamısı en birincidir. Nəfsdir, nəfs. Nəfs də, Bəli, bəli. göz doydur da nəfs. Ve deyir ki orada bir yer var ki nefsin olmaz bu nefsi kesmek. Kesilsin, Evet. kökşelsin. Deyir o çetin şeydi. Çünkü deyir niye axı? Deyir çünkü nefs bizim halkın başındadır. Gerek onun başını kesilsin. Bak o mənada rüşvetin kökü kesilmək bugün Azərbaycanda elə bir səviyyədədir ki, gerek onu xalqın kökü kesilsin. Rüşvet almayan demək olar ki yoktur. Vacib deyil ki pulunu alasan. 90% pulla rüşvet verir alır, 10% de sözlə, bir vədlə, bir medalla, o da bir rüşvet. Təmənna. Təmannayla aysan. Onda siz də rüşvət vermirsiniz. Mənə vermişəm. Məni alladıblar. Belə qoyduğum havaq vermişəm. Elə bir rüşvet deyildi o. Bizi prosto alladıblar. O da yine torpaq satırdılar. 10 bin manata. Arvadın işleriydi. Arvad istiydi olma, evsiz de Evet. torpaq. Allah'tı bizi. Biz de gittik polise de verdik. Polis de ahırda bana bir karar yazdı verdi ki. Burada cinayet emeli yoktu. Oğlum yoktu. Halbuki o alan özü de itiraf verir ki bəli 10 bin aldım torpağı da vermedim. Onun yakın bir kadını var. O da itiraf edir deyir. Bizde değiliz. Sonra şey sesi de var ki, ay bala bizim bu Sübutlar da torpağı var. niye vermişsen? Aha. Deyir valla vereceğim dayın deyir. Pulu hala olsa qaytaracağım. Sübutlar Almışam. var ama Ama polis karar çıkarttı ki bir kadının, bende var o maşında var da çöpünde kalır ki burada şey emeli, cinayet emeli olmadığına Predmeti göre. yok. Bilir ki olar. Ona göre ben diyelim ki Azerbaycan'da büyün rüşvetin kökünü kesmek, Azerbaycan halkının kökünü kesmek kimi anlamı. bəs niyə indi? Belə də davam eləsən. Böyle devam eləyir. Ay, hara Her kimi? şey sıfırdan başlar. Belə hara kimi gedəcək? Məşhur bir lətifədə olduğu kimi, məşhur bir lətifədə olduğu kimi her şey təzdən başlamalıyıq. Ben həmişə demişəm, vurgulamışam. Ölümə yaltaqlanmaq deyirsiniz olmur. Misal üçün dua etmək yaxud Allaha yalvarmaq ki, ay Allah gecindən ver yenə də mən nəyisə hansısa yükümü təpəyə yığım, nəsə çatdırım. Bu ölümə yaltaqlanmaq kimi bir şeydir. Ona oxşuyur yoxsa Qətiyyən. o deyil, Tamam, o deyil. Ayrı, tamam ayrı şeydir. O yol gedirsən arxayın. O gibi her şey qaydasındadır. Sadece Allah'tan dilek diləyirsən də. Hə. Orada da basa-bas ne gene bir meşhur anekdot var, Gürcü anekdotu. Bir Gürcülerde var da biraz. Var. Bizde de var öyle o. He, Volga isteyir. Volga isteyir, Allah buna Volga yetişsin de gelir hemşe çirkevde yalvarır falan. Böğründe de biri hemşehri bu oturan kimi yalvarmaya o gelir. O da diyor ki ne bileyim uşağımın üstüne girsin böyle ve ahırda Gürcü hislenir. Çayda bir netice de yoktu. Bu gene koskoca Pamagi falan başlıyor da. Bu da diyor ki koskoca Pamagi bir önünde oturan bas uşaktan böyle hırda bir şey istiyor. Bu da Gürcü gayet ki слушай, не отвлекай Бога, видишь, я про Бога говорю. Sizin dilədiyiniz böyük şey nədindir? Ben bir tane var. Balaca yox ha, Volga kimi böyük. Ben dileğin, sen belki bilirsən, ben dileğin razmerini bilmirəm. Benim için dilek hamısı büyük. Balaca dilek, xırda dilek yoktu. İstey ona ben neyse. İsteyesen ki, Murat'tan bir var 5 mal isteyesen, bir var 1 milyon isteyesen. Evet. Bu dilek biraz Allah'la bağlı şeydir. Ancak Allah'tan dilemek olur da. Atandan dilenmirsen, dilek eləmirsən ki atandan. Bəli. Deyirsən bir. Ya da yani Atadan istəmək olar. İstəmək ayqadan olur.
Yeganə Allahdan diləyirsən. Diləklə istəyin arasında fərqi izah elədiniz çox Bəli, gözəl bir şəkildə. İstək məişət şeydir, dilək səmavi şeydir, bajistlidir. Belə bir ifadəniz var ki, Qarabağ qaydana dək kişilikdən istefa verirəm. Qarabağ özü sizə görə diləkdir yoxsa istəkdir? Mən çox istəyirəm ki, bu həm istək olsun, həm dilək olsun. Bəli. Yəni Allahla bağlı olsun. Uyğun təşkilatlar. Müdafiə naziri də deyir ki, inşallah gələn il Novruz bayramını Şuşada keçirdəcəyik. Müdafiə naziri. Tutaq ki, Şeyxülislam da deyir inşallah gələn il. Şeyxlə müdafiə nazirinin arasında bir fərq olmalıdır, elə deyil. Demək biz onu diləyirik hələ ki, hə? Hə. Xalq olaraq diləyirik ancaq. Eşq olsun. Mən bir dəfə bundan bağlı bir şey dedilər ki, böyle boş birdən televiziyalar, qəzetlər, mənasız şeylər belə ki, Qarabağ haqqında az əsər yazılır. Mən də dedim ki, məndən də soruşdular. Mən də dedim ki, mən bütün dostlarıma, Ərkim keçən, Ramiz Rövşənə, Musa Yaquba, Vaqif Bəhmənliyə və s. Ərkim keçənlərə Qarabağ haqqında əsər yazmağı qadağan eləmişəm. Doğrudan demişdim. Onlar məni tanıyır, mən biraz xuliqanlıq tərəfimdə var, bildin mi? Dedim, yazmayayım. Bəs niyə? Dedim ona görə ki, indiyənəcə nə yazılıb Qarabağdan, piyes, şeir, roman, povest. Dedim, mən azdan çoxdan fantaziyam da var, fantaziya boyda da istedadım var. Elə bir əsər yaradaram ki, qıra gedər, çıxar düz Yerevana. Yerevanı alarıq. Mənə kitabda alınan Qarabağ, əsərdə alınan Qarabağ lazımdır. Böyle mənə əsil Qarabağ lazımdır ki, üzüm ona sürtə bilim, əlimi sürtə bilim. Sayğılı baş salamat olar, ehtiyat igidin yaraşığıdır, asta qaçan namərddir, xalq üçün ağlayanın gözü kör qalar. Bu salamat qalmaq düşkünlüyü nədir? Azardır, yoxsa ağıl göstəricisidir ki, bunu bizə atalar miras qoyub? Bəli, məhz salamat qalmaq, milçəyini qorumaq düşkünlüyü. Bəli. Çox gözəl ifadə elədin onu, səni öpürəm ona görə. Razı deyilsiniz? Qətiyyən razı deyiləm. Atalar söz, həmən o atalar sözləri var ki, sən də onlarla razı deyilsən. Mən də, bax o bəzən ağsaqqal ola bilməyənlər, həmən o ataların törəmələrdir, mən sana 100% garantiya verirəm. Yəni, xalq olaraq komfort zonamızdan çıxmaq istəmirik. Ya qorxuruq, ya istəmirik, ya həvəsimiz olmur, ya ərinirik. Eləmi? Bəli, ən çox da ərinirik, düz dedin, qəşəng sözdür, ərincək. Bunları danışmaqla həll eləmək olur görəsən. Bu yaxşı simptomlar deyil axı. Nəticəsi daha pis ola bilər. Çox pisdir, elə indi də çox pisdir. Bunda necə tərpədək, ya nəsə dəyişək, ya dəyişilək? Təzdən başlamaq lazım. Bu ilandır. İlanın ixtisası da insan evladının xoşuna gəlməyən bir ixtisas sahibidir, düzdürmü? Nədir o? Çalmaq da Aha, bəli. Zəhərləmək. Düzdür, indi Azərbaycan televiziyası deyirlər, inəkdir, ilan dişlədi falan kəsir. İlan dişlədir, İlan çalır. Çalır. O sıfırdan başlamaq nədir? İkinci dəfə də deyirsiniz, bunu mən anlamıram. Bilsən, bu çox müzərrət bir şeydir və çox faciəvi bir şeydir. Mən deyəsən, Nekrolog romanım var mənim. Bəli. Deməli, orada mən nəinki Azərbaycan, ümumiyyətlə bəşəriyyətin də öz aləmimdə xilas yolunu göstərmişəm. Təzə doğulan uşaqları yığırlar bir yerə, onları da anaları yox, tabi bu suyunu, südlər zadlar satırlar, yeməklər, nə deyirlər ona? Malış falan. Malış, onlarla yox. Paraşoklar. Paraşokla yox, mələklər əmizdirir. İnsan əli ayağı dəyə bilməyən bir yerdir. Hətta orada bir uşaq mələk bunu əmizdirir, mələyin döşünü dişləyir. Və mələyin döşündən qan əvəzinə ağappaq süd gəlir də belə. Nəsə, o dəqiq yanından çıxıb o.
Yəni belə bir şey fikirləşmişəm öz aləmimdə. Bu çətin məsələdir ki, bütün bəşəriyyəti xilas etmək. Onun Nekrolog romanında annotasiyasında mən belə bir şey yazmışam ki, yəni bircə cümlə, bu roman dirilər üçün yazılmış nekrologdur. Nekrolog həmişə ölülərə. Bəli. Bu mən özümüzə yazmışam, sənə, mənə, hamıya. Sıfırdan yaranmağın fəlsəfəsini qısa izah eləmək çətindir. Nəyi nəzərdə tutursuz? Necə yaranmaq? O Simurq quşu kimi yanıb təzədən yaranmaqdan danışırıq. Sıfırdan yaranmaq nə deməkdir? Sıfırdan yaranmaq elə o demək ki, bax mənim dediyim o məsələdir. Yəni mənim öz aləmimdir, bu qanun deyil. Yəni mənim istəyimdir, mənim fikirləşdiyimdir bu ki, belə təzə bir nəsil yetişməlidir, təzə bir nəsil. Onu da yetişdirmək üçün yenə bu romanda yazdığım kimi, deməli, insan əlaqı dəyməyən bir yerdə mələklər yetişdirməli, əmizdirməlidir var ki, o mələyin döşünü dişləyən oğlan var. Sonra gəlib Amerikan prezidenti olur. Neftimiz daha çox bizə rəhmətdir, yoxsa lənətdir? Sənə gülmək üçün bir söz deyim. Seyran Səxavətdən sitat. Deyir ki, istedadlı adamlar nefti olan ölkələr kimi hamısı həmişə başı bəlalı olur. Bütün nefti olan ölkələr bəyən başı ağrı çəkir ki, hamısı çəkir. Hamısı. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı. Hamısı. Hətta mən eşitdiyimə görə ki, Atatürk Türkiyədə deyib ki, baxın görün bu ölkədə neft var. Cavab gəlir ki, heç bir qram da yoxdur da neçə vaxtdan sonra. Deyir, indi o yaşamaq, işləmək, dövlət qurmaq olar, dava işləyək işimizi görək. Neftin bəs insanların tənbəlliyi ilə əlaqəsini düşünmüsünüz? Bəli, düşünmüşəm. Sən eşq olsun burası sənə. Mən səndən həmişə söhbət eləməyə hazır. Düşündüyüm şeylərdə ona görə sizə. Belə düşündüyümə görə də mən sana təşəkkür edirəm. Çox sağ olun. Neft adamlar tənbəl idi, bəli, nəticəsində göz qabağında. Çox düzdür. Əli qabarlıların yekə qarınlılardan intiqamını almağa... Girə vaxtlardan. 16 yaşın poeziyası. Sələm, bəzən əli qabarlı olmaq və yekə qarın olmaq insanın şəxsi seçimi deyilmi? Şəxsi seçimdə əlbəttə o. O zaman niyə intiqama və rəğbətlə yanaşırsınız bu kontekstdə? Yox, yekə qarınlar deyəndə bayaq o sözün halallığından danışdıq. İndi maddi nemətlər halallığı var da. Ümumiyyətlə yekə qarın obrazı Azərbaycan xalqının gözündə bir əməlli başlı bir şey deyil yəni. Başa düşdün? O mənada ki 16 yaş təfəkküründən ki o yekə qarınsa mütləq bu haram yeyib qarnı yekəldir. Bəli. Yəni o keçilən şeydə onu mənə güzəşt eləmirlər. O əslində orada amal, o istək maraqlıdır. İstək. Hər halda yekə qarın əli qabarından yaxşı yaşayır. Yaxşıdır ki. Elə deyil. Bəli. Yekə qarınlılar əsasən haram yeyənlərdir. Deyə bilirsinizmi bu fikri? Yox, o misal anatomik tərəfləri var, onun tibbi zadları var. İndi o yekə qarın yenə deyirəm, mən orada onu arxalanmışam. Bu cəmaatımızın yekə qarın adamlar haqqında fikrinə belə söykənmişəm. Ona arxain olub, nəsə orada bir hərəkət eləmişəm. Əslində o ayaqdan götürəndə hər şeyə bax, sən artıq, mən sana səmimi deyim də, yaxşı mənada ilişirsən mənə, yaxşı mənada. Sən də mənada ki, sən nəsə bir daha soku çıxardasan. Anlamaq istəyirəm. Ay sonra, anlamaq ilişməkdir bu. Məsələn, o cür, o ilişmə mənim təcrübəmdə də var. O ayaqdan mən hər şeyə ilişə bilərəm, nəyə deyirsən. Azərbaycan dili, mən özüm Qarabağlı olsam da, mənim üçün, Azərbaycanlı olsam da, Qarabağlı olsam da, mənim üçün Qarabağ bir nömrəli problem deyil. Mənim üçün bu saat Azərbaycanın bir nömrəli problemi Azərbaycan dilidir. O dil ki, Azərbaycan televiziya məkanı onun anasını ağladım. Dəli vəziyyətinə gətirib, xəstə vəziyyətinə gətirib, şəkəri qaldırıb, təzyiqin qaldırıb, nə bilim, çox pis halda. Real fakt olan bir şey deyirsiniz. Məsələn, ay Allah. Məndə bir, inanırsan, bu peşə xəstəliyim kimidir də məndə. Elə oturdığum yerdə danışır nəsə, o saat qeyilir. Məndə bir
minlərlə məndə fark var elə. Məqələnin adı belə idi, onun adını ona görə deyirəm ki, o çox şey deyir ki, cümlə qurmaq, dövlət qurmaq qədər çətindir. İşte, Bəli. cümlə qurmağın məsuliyyətini duyanlar dəyərləyirəm mənim düz deyir. Elə adamlar da ki, bu nə deyir, dövlət qurmaq aracım, amma əslində doğrudan belədir. Çünki ən az ona görə ki, elə dövlət özü də bəzən cümlə ilə qurulur da, elə deyil. Tabii. Deməli, bir Alman yazıcısı var, mənim üçün bütün Nobel şiklərin hamısından yuxarıdır. Onun bir urus oxumuşam, Sasid Nevidimka, gözə görünməyən qonşu hekayəsi var. O qədər gözəldir ki, bax bunu sana dəqiq deyirəm. O, həm dünyanın, o əsəri oxuyandan sonra elə bilsən ki, dünyanın sonudur. Və o dərəcədə, o səviyyədə, o həcmdə də duyursan ki, dünya indi başlayır. Dünyanın başlanğıcı və sonu haqqında, elə bir ki. Və orada həm başlanğıc var, həm son. Yəni böyük bir əsərdir. Özdə həcmcə 2-3 səhifə olar həcmdə. Mütləq oxumaq lazımdır. Sonra Sonra Nodar Dummadze. Gürcü yazıcı. Dedim ki, mənim ruhuma ən yaxın yazıçıdır. Bayaq bu Tara məsələsini söhbət elədik. Mənim bu görkən bu Taradır. Bayaq səndən ikimiz də razılaşdıq və bu qərara gəldik. Və o Taranın içində axtarsan, bəlkə də görərsən ki, Seyran Səxavətin ruhu ilə Nodar Dummadze'nin ruhu ya qol boyun harasa gedir. Ya oturub nərd oynayırlar oraları. o qədər yaxındır. O qədər yaxındır. Sonra məktəbin, kəndimizin qalxozun kitabxanasında hələ 8-də 9-da oxuyanda mən Drazeri oxudum, dahi əsərini. Möhtəşəm. Dahi əsərini oxudum. 3, elə mi? Bəli, 3 oldu. Sonra 4-cü dəndə mən bu sıralamıram. Bəli, aydın məsələ. Bunlar hamısı birincidirlər. Çox istədiyim belə şirin, bal kimi Şukşin Vasili Makaroviç. Həm böyük rejissor, həm böyük senarist, həm böyük aktyor, böyük yazıcı. Çok böyük yazıcı. Yer gelmişken Şükşin'in anası da bizlerden, bizim əmmimiz kızını alıb. Altayka'da anası. 6 aylıdır. Aha. Bizlərdən, Türkdür yəni. Bizlerden. Gözlerdə görsəm. Bir anlıq Füzuliyə getdim. Yok. Azərbaycan müəlliflərindən deyim. Azərbaycanda heç təbliğ olunmayan bəli var. Ben çok sevirəm o yazısını. İki nesil onun adını da bəlkə bilmir. Ənvər Məmmədxanlı. Görürsən, Murat Arif boyda bir kişi. Yox, adını eşitmişəm. Adını eşitmişsən də. Amma əsərlərindən xəbərsizəm. Çünki bunun özündən sonra evladı yoxdur ki, onu təbliğ eləsin. Özü möhtəşəm yazıcıdır. Ənvər Məmmədxanlı. Qələm, kağız heç biri. Yenə qələm əlbəttə. Söz, səs heç biri. Əgər burada yaş senzini nəzərə alsaq, səs sözdən daha qədimdir. Və daha üstündür. Səs hətta insandan da qədimdir. İnsan olmayanda ildırım səsi olub, Bəli. içində bir palda ağacı sınıb səsi çıxıb, Dənizin ləpələrinin səsi və s. quşların səsi olub falan. Demək səs daha qiymətlidir. Mənim üçün hə. Şövkət Ələkbərova, Rübabə Muradova heç biri. İkisi də əgər mümkünsə nə olar? Ya bu dəfə olar, yaxşı, bu dəfə mümkündür. Aşıq yaradıcılığı, muğam yaradıcılığı heç biri. Belə mən heç kəs belə çətin suallar vermir. Mən burada da az gözlü eləsəm olar ikisini. Burada da, amma sonuncu dəfədə, tamam. Daha istifadə eləməlisən. Daha güzəşt olmasın. Güllü Muradova, Kamilə Nəbiyeva heç biri. Güllü Muradova benziyor. Yazılmış mətn, mətnin musiqi ilə vəhdəti heç biri. Yazılmış mətn. Əsərləriniz, övladlarınız heç biri. Bu sualı bıraxaq Allahın ixtiyarına da. Çünki onun ikisində mənə Allah verib. Mən onun işlərinə, daxil işlərinə qarışmam. Seçə bilmirsiniz. Sələflər, xələflər heç biri. Heç biri. Mərdəkan, Füzuli heç biri. Təbii. Pis öyle. İslam Rızayev, Əbülfət Əliyev heç biri. Valla çətindir buramak.
Niyə çətindir? Çətindir. Yəni Bunlar sən ikisi də o qədər böyük sənətkarlardır ki, o qədər gözəldirlər ki, iki gözəli müqayisə eləməzlər. İkisini də sevərlər sadəcə. Hətta desən ki, iki gözəl qadın onları müqayisə eləmək olmaz axı. Bəlkə də müqayisə yox, zövq məsələsidir və yaxud da an məsələsidir. İndi onu dinləyərəm deyə bilərsiniz misal. Mən yer gəlmişkən indi də onları dinləyirəm ikisində. Və eyni dərəcədə sevirsiniz hər Yox, ikisini. yox, sevgi eyni dərəcədə olmur. Yeganə şeydir ki, eyni dərəcədə olmur. Pul eyni dərəcədə ola bilər. Ona görə soruşuram da, hansını seçərsiniz? İslamı seçirəm. İslam Rzayev. Qoyun, canavar, heç biri. Canavar, qurt, canavar. Canavar yeganə heyvandır ki, o əhilləşmir. Canavar ömür boyu ancaq öz dişisi ilə yaşayır. Başqasına Cütünü dəyişmir. dəyişmir. Və o cütü getsə dünyadan çəkilir dağlara, o canavara da yalquzaq canavar deyirlər. Uluya ömrünü başa vurur. Tək. Tək. Və canavarla mən özümü canavarın biraz da qohumu hesab edirəm. Burada mən sana bir sir açacağım həm də. O qohumluğun içində bir sir var. Canavar rəng tanımır. Şeyran Səxavət də rəng tanımır, sən onu bilmirdin. Mən bilmirdim. Mən daltonikəm, bəli. Məlumatım yox idi. Belə deyil. O vardı, mən fikirləşdim, yəqin ondan qohum nətər oldu, o da rəng tanımadı, mən də. Hə? Amma digər tərəfdən fikirləşirəm ki, qoyun nə qədər faydalıdır, yunu ilə, əti ilə. Heç kimin bağına girib heyvanını yırtıcılıq eləmir, məhv eləmir. Mənə, Sakit həyat yaşayır. mənə, o sən dediyin qoyundansa, bu yırtıcı canavar lazımdır. Canavardır, şəxsiyyət daxil. Canavar şəxsiyyətdir. Bəli, canavar şəxsiyyətdir. Tarixi də şəxsiyyətlər deməli ərsiyə gətirir. Qoyun ancaq yeri. Bir dənə sana söyləyeyim. Bunu da biləsən də dedi, canımsan mənim. Buyurun. Xudu Məmmədov rəhmətlik. Nəhəng, Bəxtiyar Vahabzadə, bir də Nurəddin Rzayev gediblər Ağdama Xudugilin kəndinə. Hörmətli adamlar öz aramızda. Bəli. Ağsaqqallar, yaxşı mənada. Tez quzu kəsirlər. Mələməmiş quzu. Bəli. Bəxtiyarın şairi tutur. Bu sənin həm də sənin sualıma cavabdır, qoyunun müdafiəyə cavabdır. Bəxtiyarın şairi tutur. Ay xudu, neynədiniz siz bu quzunu, bu gözəlini necə kəsdiniz? Deyir, Bəxtiyar, narahat olma. O vaxtında kəsildi, o yekəlif qoyun olacaq. Necədir səncə? Mükəmməl. Hörmət, qorxu, heç biri. Hörmət. Canavara hörmət edirlər, canavardan qorxurlar. Canavara nə hörmət edirlər, nə də onun nə bilim xətrini nəzir tuturlar, canavardan qorxurlar. Amma o özü yanlış bir mövqedir. Canavardan qorxmaq lazım deyil, ona hörmət eləmək lazım. Sən nə istəyirdin? Nələr itirdin? Qorxma kül olmaqdan, yan məhəbbət. Sən mənim başıma nələr gətirdin, ay ilk məhəbbəti, son məhəbbəti. O parlaq sevgimdən çox utanıb dan, ulduzlar eşqimdən qızartı dərmiş. İnsanlar bir dəfə doğulduğundan elə bir dəfə də sevə bilərmiş. Mənəm milyard naxış səpmişəm göyə. De varmı hesabı naxışlarımın? Kipriklər özgüyə baxmayım deyə çəkir keşiyini baxışlarımın. Elə sızıldayır qəlbim tar kimi. Sən kimin eşqini daşıyacaqsan? Bəlkə də divarlar, maşınlar kimi sən də məhəbbətsiz yaşayacaqsan. Burada tənhalıqdan lap iyrənmişəm. Qoy meh sığallasın telini sənin. Gedib 72 dil öyrənmişəm. Hələ tapmamışam dilini səni. Sən bir soyuq ulduz, mən gözləri nəm. Yox, mənim üçün həmişə varsan, sıxma ürək. Ürək cəhənnəm. Axı sən oradasan, sən sıxılarsın. Şeyran Səxavət 68.